Mövzu 2. Tunç və erkən dəmir dövrü. Eneolit dövrünün sonunda insanlar misin tərkibinə mərgümüş, sürmə, nikel, qalay qataraq tunc əldə etdilər və beləliklə 4-cü minilliyin ikinci yarısında eneolit dövrünü tunc dövrü əvəz etdi. Tunc dövrü özü 3 mərhələyə bölünür: erkən, orta və son tunc dövrləri. Eradan əvvəl 4-cü minilliyin ikinci yarısından eradan əvvəl 3-cü minilliyin sonlarına qədər erkən tunc dövrü davam etmişdir. Azərbaycanda Kür-Araz mədəniyyəti adlanan erkən tunc dövrünə bunlar aiddir. Deməli, yaşayış məskənləri daşdan və divarları kiçik cərbizdən tikilirdi. Bu dövrdə birinci ictimai əmək bölgüsü baş verir və bunun nəticəsində əkinçilik maldarlıqdan ayrılıb müstəqil peşəyə çevrilir. Köçmə, yəni yaylaq-qışlaq maldarlığı meydana gəlir. Deməli, xüsusi güc tələb edən xış əkinçiliyi yaranır. Deməli, toxa əkinçiliyini xış əkinçiliyi əvəz edir. Bu dövrdə süni suvarma sistemi yaranır. Qoşqu heyvanlardan istifadəyə başlanılır. Taxılın biçilməsində isə tunç uraqlardan istifadə olunur. Metal işləmə sənəti yarandı və ümumilikdə nəticədə ana xalqanlığı süqut etdi, ata xalqanlığı yarandı. Bu dövrdə sosial bərabərsizlik meydana gəldi. Bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı ki, bu tayfaları da ağsaqqallar idarə edirlər. Erkən tunc dövründə insanların dini inanclarında da dəyişikliklər baş vermişdi ki, onlar ölüləri yaşayış məskənlərindən artıq kənarda dəfn edirdilər. Biz demişik ki, ölülər evlərin içərisində, binaların arasında deməli dəfn olunması eneolit dövrünə aiddir. Artıq ölülər yaşayış məskənlərindən kənarda dəfn olunur, bu isə erkən tunc dövrünə aid olacaq. Və bəzi qəbirlərin üzərinə kurqanlar, yəni torpaq qəbirlər qurulurdu. Ölü yandırma və kollektiv dəfn adətləri yarandı. Və dini ayinləri icra etmək üçün xüsusi ibadətgahlar, yəni ibadət evləri də tikməyə başladılar ki, erkən tunc dövrünə aid bu ibadət evləri Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda isə 1-ci Kültəpə olmuşdur. Artıq maxtanı öyrənmək lazım deyil. Deməli, orta tunc dövrü. Orta tunc dövrü eradan əvvəl 3-cü minilliyin sonlarından eradan əvvəl 2-ci minilliyin ortalarına qədər təxminən 600 il davam etmişdir. Əkinçilikdə və maldarlıqda xeyli dəyişikliklər baş verdi ki, təsərrüfat yeni sahələr olan bağçılıq, bostancılıq, üzümçülük və şərabçılıq yarandı. Azərbaycanda maldar tayfalar aparıcı mövqe tutdular. Eləcə də sənətkarlıq və ticarətdə də xeyli inkişaf oldu ki, Orta tunc dövründə ikinci ictimai əmək bölgüsü baş verdi və bunun nəticəsində sənətkarlıq müstəqil sahəyə çevrildi. Duluzçuluq inkişaf etdi və onun inkişafı nəticəsində boyalı qablar mədəniyyəti formalaşdı. Naxçıvanda və Milqarabağda duluz ocaqları və duluz sobaları aşkarlanmışdır. Qablara insan, heyvan və quş təsvirləri ilə bəzəyirdilər ki, bu da Naxçıvanda Şaxtaxta və 2-ci Kültəpə yaşayış məskənlərindən aşkarlanan nümunələr əsasında öyrənilmişdir. Təsərrüfatın inkişafı mübadilənin inkişafına və ticarətin yaranmasına səbəb olmuşdur. Mübadilə nədir? Mübadilə pul istifadə etmədən əllərində olan məhsulların dəyişdirilməsi idi. Mühüm ticarət yolları üzərində və müdafiə divarları ilə əhatə olunmuş ilkin şəhər mərkəzləri də Orta tunc dövründə meydana gəldi. Və bu dövrdə Azərbaycanda yaranmış aşağıdakı ilkin şəhər məskənləri Qədim Şərqin ilkin şəhər məskənləri səviyyəsinə yüksəlmişdir. Bu, Urmiyada Göytəpə, Naxçıvanda Oğlanqala Kültəpə, Qarabağda isə Nərgiztəpə və Üzərliktəpə olmuşdur. Orta tunc dövründə sosial və əmlak bərabərsizliyi artdı, böyük tayfa ittifaqları və birlikləri yarandı. Son tunc erkən dəmir dövrü. Eradan əvvəl 14, eradan əvvəl 7-ci əsrləri əhatə etmişdir son tunc dövrü. Burada diqqət edir, artıq minillik yox, əsrdən danışır. 14-cü əsr 2-ci minillikdir, 7-ci əsr isə 1-ci minillik olmuşdur. Deməli, son tunc dövründə hərbi işlərə yiyələnmiş güclü tayfalar, zəif tayfaların var dövlətlərini mənimsəyirdi və torpaqlarını ələ keçirirdilər və beləliklə də iri tayfa birliklərinin yaranması davam edirdi. Təsərrüfatdakı dəyişikliklərə baxırıq ki, 3-cü ictimai əmək bölgüsü nəticəsində sənətkar tacirlər qrupu sənətkarlardan ayrıldı. Atdan, minik və qoşqu vasitəsi, dəvədən isə minik vasitəsi kimi istifadə etməyə başladılar. Duluzçuluq sənəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu nə idi? Qabların üzərinə müxtəlif üsullarla cızma, yapma və boyama kimi naxışlar vurulurdu.
Bu dövrdə ayaqla hərəkətə gətirilən druz çarxlarından istifadə olunurdu və metal işləmə sənəti inkişaf etdi. Biz dedik ki, metal işləmə yarandı erkən tuncda, inkişaf etməsi isə son tunc dövrünə aiddir. Eradan əvvəl 7-ci əsrdən başlayaraq isə dəmirdən istifadə olunmağa başladı ki, bu da əkinçiliyin inkişafına təkan verdi. Dəmirdən əmək alətləri, silahlar da hazırlanırdı ki, bu da Muğanda Uzuntəpə adlı yerdən tapılan dəmir tigləri və tunc dəstəkli qılınclar olmuşdu. Son tunc dövründə dini inanclarda dəyişikliklər baş verdi. Ata sitayiş ayini meydana gəldi. O da aya, günəşə, ulduza və heyvanlara inam geniş yayıldı. Tayfa başçılarının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində gəmləşməsi və bu şəxslərin də ilahiləşdirməsinə gətirib çıxarırdı. Tayfa başçılarının xatirəsində əbədiləşdirmək üçün onların üzərinə kurqanlar qurulurdu. Kurqanlar da bilirik ki, torpaq qəbirlərdir. Azərbaycan tayfaları qədim şərq ölkələri ilə deməli, Ön Asiya, Yaxın Şərq və xüsusilə də Aşurla geniş ticarət əlaqələri saxlayırdılar. Bunlar qonşu ölkələrlə quru və su yolları ilə ticarət əlaqələri saxlayırdılar. Su yollarına Küraraz çayları, Xəzər dənizi vasitəsini göstərmək olardı və bunları biz Qobustanda qayaüstü təsvirlərdən, gəmi təsvirlərindən deməli əldə edirik. Azərbaycandan tapılmış Aşur tipli istehsal olunan şirli cilqablar, möhürlər, silahlar, bəzək əşyaları Azərbaycanın Aşurla ticarət əlaqələri olduğunu sübut edirdi. Buna deməli Xocalıdan muncuq tapılmışdır ki, bu muncuğun üzərində mixi yazı ilə Aşur padşahı Adad-Nirarinin adı yazılmışdır. Bu da onun Aşurla olan ticarət əlaqələrini deməli göstərirdi. Tacirlər və köçmə maldarları yağışdan, qardan, günəşdən və düşmənlərdən qorunmaq üçün nəhəc müdafiə tikililəri olan siklopik və yaxud da təpəgöz adlanan üçbucaq, dördbucaq, trapesiya formasında qalalar tikirdilər. Və bunlara Naxçıvanda, Gədəbəyin Arıqdam kəndində və Azərbaycanın digər qərb bölgələrində Eradan əvvəl 1-ci minin əvvəllərində, yəni Eradan və 7-ci əsrdən başlayaraq Azərbaycan dəmirdən istifadə genişlənmişdi. Biz bayaq da dedik bunu, Muğanda tapılan, deməli Muğanda Uzuntəpə adlı yerdən tapılan dəmir tigləri və tunc dəstəkli qılınclar sübut etmişdir və bunun nəticəsində də əkinçilik inkişaf etdi. Tunc və dəmirdən istifadə ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi. Deməli, son tunc erkən dəmir dövründə, Eradan və 2-ci minin sonu və 1-ci minin əvvəllərində Azərbaycanın şimalında, baxın, diqqət edin, Azərbaycanın şimalında, deməli, cəmiyyətdə müharibə, hərbi iş mühüm yer tuturdu və əsas məşğuliyyətlərdən birinə çevrilmişdi. Hakimiyyət isə nüfuzlu şəxslərin əlində cəmləşirdi. Tayfaların daxilində güclü təbəqələşmə getdi və varlı ailələr, burada varlı ailələr deyəndə tayfa başçılarını, hərbiçi və kahinləri nəzərdə tuturuq ki, çoxlu var dövlətə sahib oldular. Burada Azərbaycanda əhalinin təbəqələşməsini və mülki bərabərsizliyin dərinləşməsini Qarabağda Borsunlu, Sarıçoban, Xankəndi, Xocalı, Oğuzda isə Kərimli kurqanları deməli bizə göstərirdi. Yaxın Şərqin mədəniyyət ocaqları ilə sıx əlaqədə olması Azərbaycanın baxın cənubunda ibtidai icma quruluşunun şimala nisbətən daha tez dağılmasına və burada erkən dövlət qurumlarının yaranmasına səbəb olmuşdur. Eradan əvvəl 3-2-ci minillikdə isə iri tayfa ittifaqlarının yaranması, əmək məhsuldarlığının artması, xüsusi mülkiyyətin meydana gəlməsi və ilkin dövlətlərin yaranmasına zəmin yaratmışdır. İbtidai icma quruluşunun sonlarında insanlar arasında əhalinin təbəqələşməsini dərinləşdirən amillər var idi ki, bunlar maldarlığın əkinçilikdən ayrılması, metal emalının inkişafı, izafi məhsul istehsalı, qonşu ölkələrlə əlaqələr olmuşdur. Əmək alətlərinin təkmilləşdirilməsi məhsuldarlıq artırmış və sənətkarlıq inkişaf etmişdir. Əvvəlki dövrlərdən də fərqli olaraq məhsullar artıq qalırdı. İcmanın münbit, əkin sahələri, otlaqları, malqarası, at ilxıları tədricən tayfa başçılarının, hərbi başçıların və kahinlərin, yəni varlı ailələrin əlində toplanırdı və bu ailələr təsərrüfatda çalışmaq üçün əlavə işçiyə ehtiyac duyurdular və belə işçi qüvvəsini də əsasən onlar yoxsul icma üzvlərindən deməli əldə edirdilər. İnsanların həyatında baş verən bu dəyişikliklər Azərbaycanda ibtidai icma quruluşunun dağılması ilə nəticələnmişdir. Azərbaycanda əlifbadan əvvəl piktoqrafik, şəkli yazı və ideoqrafik fikrin rəmzlərlə ifadə olunmasını göstərən deməli yazılar olmuşdur.
Azərbaycanda arxeoloji qazıntılar zamanı Son Tunc Erkin Dəmir dövrünə aid Qobustanda, Naxçıvanda, Gəmiqayada, Kəlbəcərdə, Abşeronda, Qazaxda və Gədəbəydə aşkarlanmış qayüstü təsvirlər yenə Azərbaycanda piktoqrafik yazı, yəni şəkli yazının olduğunu sübut edir.